Rusiya Birləşmiş Ştatlara demarş elan eləyib. Rusiya nümayəndə heyətinin üzvü C20 samiti öncəsi keçirilən tədbirlərə buraxılmaması Moskva ilə Vaşinqton arasında diplomatik gərginliyi artırıb. Globalnet.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Brichevski Birləşmiş Ştatlara rəsmi demarş elan etdiyini açıqlayıb. Diplomatın sözlərinə görə vizası olan nümayəndə heyətinin üzvü texniki səhv bəhanəsi ilə tədbirdən kənarlaşdırılıb. Məlum oldu ki, nümayəndəmiz bütün razılaşdırma mərhələlərindən keçməyib. Bu xoşa gəlməz hadisə göstərir ki, Amerikalılar onlara həvalə edilmiş sədrlik funksiyasını tam dürüstlüklə yerinə yetirmək iqtidarında deyirlər. Qeyd eləyək ki, söz gedən insident Birləşmiş Ştatlar Prezidenti Donald Trump'ın Vladimir Putini C20 samitinə dəvət etməyi planlaşdırdığı barədə xəbərin fonunda baş verib. Lakin Trump hələlik Rusiya həmkarına rəsmi dəvət göndərmədiyini qeyd eləyib.